Onu deyim ki, Bəli. Rusiya-Ukrayna müharibəsi deyək də, bəziləri Bəli. münaqişə deyir, müharibədir, təcavüzkar var və s. Təbii. Tamamilə faza Ukraynanın xeyrinə inkişaf etməkdədir. Mən bugün cəsarətlə deyə bilərəm ki, strateji üstünlük tamamilə Ukraynanın tərəfindədir. Özü bir xeyli müddətdir ki, Doğru. Ukraynanın tərəfindədir və Ukrayna bu üstünlüyü hər gün biraz da inkişaf etdirir. Məsələn, bu günlərdə Donetsk və Xarkov istiqamətində Ukrayna ordusu çox uğurlu əməliyyatlar keçirdi. Həmən, məsələn, Ruslar da Ukraynalılardan götürərək dəstə-dəstə 10 nəfərdən, 12 nəfərdən ibarət, belə deyək də, şturmavik deyirlər onlar. Hücumçu dəstələr hazırlanmışdılar. Və bununla qəflətən güya hücum etməklə Ukrayna ordusunun sıralarında panika yaradacaqlar və s. Heç bir panika baş tutmadı. Əvvəlcədən məlumat var idi. Deməli, Ukrayna ordusu bu dediyim mini qrupların hamısını demək olar ki, 6 saat müddətində neytrallaşdırdı. Əvəzində isə təxminən 150-yə qədər Rus əskəri o dünyaya getdi. Bu, Ukrayna ordusunun ən uğurlu əməliyyatlarından biri idi. Bəli. Qaldı o müharibədə təşəbbüs məsələsinə, strateji üstünlük məsələsinə. Uzun müddətdir ki, mən belə hesab edirəm ki, Ukrayna strateji təşəbbüsü tamamilə ələ alıb və əlində saxlayır və getdikcə hər gün biraz da bunun üzərinə qoyur. İndi Peskov deyib, Odessa, Nikolayev haqqında belə müraciətlər gəlir. Yoldan keçən bir pasan da, yoldan keçənlər hamısı bir bomjun dilindən də bir kağız almaq olar ki, məni Rusiyaya aparın, Rusiyaya birləşdirin. Bunlar hamısı cəfəngiyyatdır, başdan ayağa cəfəngiyyatdır. Odessa hara, Rusiyaya birləşməyə alar. Nikolayev hara, Rusiyaya birləşməyə hara. Bu barədə Rusiyanın heç özünün planları yoxdur. Bu təbliğatdır, Peskov təbliğatçıdır və bu təbliğatı da uğurla apara bilmir. Uğurla apara bilmir. İndiyənə qədər Odessanı raketlərlə təhdid edirdilər. Ondan sonra Nikolayev haqqında o qədər də hallanma getmirdi. Odessaya amma tez-tez hücum olmuşdu. Özü də orada bizim Azərbaycanın neft saxlama konteynerləri var. Birinci onlara hücum olmuşdu. Və bir xeyli Azərbaycana ziyan vurdular. Amma indi vəziyyət kökündən dəyişibdir. Kökündən dəyişən birinci nədir? Kökündən dəyişən birinci Amerikanın Ukraynaya münasibətidir. Doğru. Bu münasibət 180 dərəcə dəyişibdir deyə bilmərəm. Hətta deyə bilərəm ki, 360 dərəcə dəyişibdir. Yəni köklü surətdə dəyişibdir.